Əməkdar artist Ruhəngiz Allahverdiyeva 70 illik yubileydən danışıb. Müğənni Elgiz Ləzzə verilişində ad gününə gəlmək istəməyənləri tənqid edib. Dedilər ki, kartınız var, pul göndərək. Mən TikTokda oturmamışam ki, kimsə mənə pul atsın. O pula nə ehtiyacım var? Boş qalan boşqabın içinə qoyardım ki, yəni burada filankəs əyləşməli idi, amma sadəcə pul göndərib. Bu düzgün deyil. Kimə zəng edirəm, deyir xəstəyəm, burada deyiləm. Heç olmasa bir təbrik et, mədəniyyətin, düşüncən olsun. İnsanları elə-belə yığmırlar. Mən həmişə sadə olmuşam, amma anladım ki, hər zaman belə olmaq olmur. Ad günümdə ən balaca müğənnini belə səhnəyə çıxarmışam. Buradan səslənirəm, ey bərk gedən müğənnilər, özündən razı olmayın. Sadə olun, özünüzdən kiçiklərə, bugün efirə çıxanlara sayğı göstərin. Onlar da insandır, onlar da gələcəyin gözəl müğənnisi ola bilər. Ruhəngiz Allahverdiyeva ləğv etdiyi məclis haqqında isə bunları deyib. 2 gün ərzində insanlara zəng etdim. Niyə ləğv etdiyimi özüm də bilmirəm. 400-500 nəfər çağırmışdım. Alim Qasımovdan tutmuş, bir çox sənətkarlara qədər hamısını. Bir neçə müğənnini restorana getmişdi. Görmüşdülər ki, heç nə yoxdur. Həm adam çağır, sonra ləğv et. Üstəlik hamıya çatdırmadan. Düzgün olmadı. Amma yenə də ad günü etmək istəyirəm. Qeyd edək ki, sənətçi daha sonra başqa bir məclis təşkil edərək ad günü edib.